ətrafımız, öz dairəmiz kimi danışaq, dərsimizi azadə bir dərslər kimi quraq. Belə, bir salavat zikr elə Peyğəmbər və Ali Peyğəmbərə, ondan sonra dərsimizə start verək. Allahümmə salli alə Muhammed və Ali Muhammed və accil və rəcəhəm. Bir-birimizin səlamətçiliyinə, dua ibadətlərimizin qəbuluna, gələn günlərimizin, ötən günlərimizdən daha da xeyirli olmasına Peyğəmbər və Ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və Ali Muhammed və accil və rəcəhəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ay aləmlərin Allahı. Ay mehriban və bağışlayan Allah. Həqiqətən çox bağışlayansan, çox mehribansan. Buna şübhəmiz də yoxdur, şəkkimiz də yoxdur. Sən adından başlamaq bizim üçün çox şərəflidir. Bizim üçün xüsusi bir stimuldur. Nəfəsimiz, başlanğıcımız səndən başlayır. Bütün həmd və səna sənə məxsusdur. Nə qədər tərif desək belə, bizim təriflərimizin qarşısında bir sən bundan da böyüksən. Biz başa düşdüyümüz qədər deyirik, anladığımız qədər deyirik. Anladığımızdan və başa düşdüyümüzdən də qat-qat sonsuz şəkildə böyüksən ilahi. Allaha şükürlər olsun ki, Allah bugün də qismətlədi bizə, sizdən görüşə gəldik. Bilirsiniz, neçə gündür artıq yeni bir dərslərə başlamışıq. Əbədi Öğüt kitabındadır. Kitab Əmir Əl-Müminin Əli əleyhissalamın övladı Həzrəti İmam Həsən Müctəba əleyhissalama etdiyi vəsiyyətin şərhidir. 43 dənə dərsdir ki, hər dərsində öz bölməsi var. Əvvəldə də bunu demişdik. Və bir dənə şey vurğulamışdıq ki, Əli əleyhissalamın buradakı vəsiyyəti hər hansı bir mal, mülk məsələsindən deyil. Buradakı vəsiyyət ilahi bir vəsiyyətdir, ilahi bir tövsiyədir. Və bu tövsiyədə ağamız İmam Həsən əleyhissalama deyil, bizədir. Biz diqqətlə baxsaq o vəsiyyətə, o şərhə baxsaq ki, orada da hamısı İmam Həsən əməl eləyibdir. Əgər Həzrət İmam Həsən əleyhissalam buna əməl eləyirdisə, niyə imamın o sözləri deyirdi? İki səbəb var. Biri budur ki, imamın borcudur. İmamın öz, daha doğrusu vəzifəsi də onu çatdırmaq, höccət tamamlamaq. Bu bir. İkincisi də ki, İmam bunu bizə vurğulayır. Bugünkü zamanəmizə mesaj göndərir. Baxın, İslamın da özəlliyi budur. İslamın füsunkarlığı budur. İslamın əsrarəngizliyi budur. İslamın fundamental prinsiplərə sahib olmasının bir daha bariz nümunəsidir bu. Ki, hər dövr üçün, hər zaman üçün o hədisində, o ayənin də böyük təsiri var və zamanla sanki tutuşur və oturub yerində, öz qəlbindədir. Öz qəlbindədir. Və hər əsrdə, hər erada, hər ildə yeni-yeni, heç görmüşsün hansısa bir minbər ruhanisi, eyni sözdəsi deməz. Fikir vermişsiniz? Əhl-i-Beyt məktəbində bu cür düzə ilahiyyatçılar belə hər il Məhərrəm ayında, Mah-ı Məhərrəmdə, ondan sonra mübarək Ramazanda fərqli-fərqli mövzular açarlar. Çox genişdir. Əhl-i-Beyt məktəbi çox fundamental prinsiplərə malikdir. Mən istəyirəm ki, Əli əleyhissalamın 3-cü vəsiyyətini çatdıram sizə ki, qısa şəkildə bir cümlədən ibarətdir. O da Nəhcül Bəlağada qeyd olunub əslində bu. Nəhcül Bəlağa oxuyan qardaş bazılarımız yaxşı bilirlər. Mən elə bunun tərcüməsini oxuyum ki, vaxtınızı almayın, vaxtımız da azdır, məhduddur. Əzizlərimiz də diqqətlə dinləyə bilirsiniz. Amma sizdən xahişim və təvəqqəm budur ki, çox mühüm dərslərdir, qardaş bazılar. Vallahi nə qədər imkan var qulaq asın, çox mühüm dərslərdir. Əmir Əl-Müminin Əli əleyhissalam bizim həyatımızın, yaşayışımız üçün verdiyi önəmli mesajlardır bunlar. Bunların içində həyəcan təbliğ də var. Çox böyük mənəvi dərslər də var. Baxın, görün nə deyir Əli əleyhissalam. Buyurur ki, فَأَحْيِ قَلْبَكَ بِالْمَوْعِذَةِ Qəlbini moizə və nəsihətlərlə dirilt. فَأَحْيِ قَلْبَكَ بِالْمَوْعِذَةِ Qəlbini moizə və nəsihətlərlə dirilt. Yəni bir dənə moizə elə, bir söhbət elə, ya bir moizə dinlə, o qəlbi ondan dirilt.
Və əmidhu bizzühdi. Zöhd və pəhrizlə öldür. Bu ikinci mesaj. Baxın, bir vəsiyyətin içində fərqli mesajlar var. Birində qayıtdı ki, bilməd əzəh, öldür. Yəni, moizə və nəsiyyətlərlə qəlbini dirilt daha doğrusu. İkincide deyir ki, zöhd və pəhrizlə öldür. Öldür. Və qavvəhi bil yəqin, yəqinlə gücləndir. Üçüncü mesaj. Və nəvvirhu bil hikmət və hikmətlə işıqlandır. Diqqətlə baxsaq, Əmir əl-Müminin əleyhissalam 4 mühüm mesaj verir bizə bu da. 4 dənə vacib mesaj bizə ötürür bugünkü zamanəmizə, alimlərə, tələbələrə, ustadlara, cəmiyyətə ki, insanlar o məsələlərə diqqət eləsinlər. Deməli, nə oldu? İlk məsələ bu oldu ki, insanı moizə ilə qəlbini diriltsin, zöhlə ətrafındakı öz nəfsini ram eləsin, yəqinliklə kökləri torpağa bərkitsin, gücləndirsin və hikmətlə də nurlandırsın. İndi bilmirəm nə qədər vaxtımızda bir məsələlər danışmağa. Əleyhissalam bu hissədə insan qəlbini bir canlı varlıq kimi təqdim edir, təsvir edir. Deyir ki, insan qəlbi əslində bir canlı varlıqdır. Və bu canlı varlığın 4 dənə müalicə üsulu var. Mən bilmirəm, həkimdə olmuşsunuz yəqin ki. Zaman həkimlərdə müalicə olmuşsunuz. İndi Allah gecindən və eləməsin, Allah qismət eləməsin. Ya övladlarımızı, ya özümüzü, ya məsəl üçün valideynlərimizi imkan daxilində müalicə edirik. Düzdür? Heç eşitmişsiniz, həkim sizə belə bir söz deyibdir. Sənə 3 kurs müalicə bəsdir. Heç eşitmişsiniz belə bir söz. Və ya kimi soruşur, deyir, həkim mənə 2 kurs müalicə yazdı. Dedi, 2 kurs müalicə olun, düzələcəksən. Məsələn, eyni dərman preparat və ya fərqli dərmanlardır. 3 kursa, 4 kursa müalicə olunmalısan deyir. Hələ sənin də 3 seansın var. Nə bilim, 4 seansa gəlib gedəcəksən. Terapevtlər, məsələn, bəzən pediatrlar, nə bilim, can həkimləri, kardiyoloqlar. Xulasa, pasiyenti müalicə eləyəndə görsən, həkim öz pasiyentinə deyirsən, 3 kurs müalicə olunmalısan və ya 3 səvə sistem astırmalısan. Hələ sənin 2 dənə sistemin durur. Deməli, bu xəstəlik bir dəfəyə müalicə olunmur. Bir dəfəyə sən yalnız bir qığılcım yarada bilərsən, ikinci bir tərpəniş yarada bilərsən, üçüncü dəfəyə enerji verə bilərsən, dördüncü dəfə addımlamağa səbəb ola bilərsən. Bu çox mühüm mesajdır. Hava insan ruhu da bu cürdür. Əleyhissalam bu qəlbi bir dənə varlıq adlandırır, varlıq kimi təsvir edir və deyir, bunun 4 müalicə yolu var. Adını saydım sizə. 4 müalicə yolu var. Və bu cür qəlbi tərbiyə eləmək olar. Diriltməklə, moizə eləməklə, zöhdlə, yəqinliklə və hikmətlə. Bilirsiniz, mən bir dənə söz deyim sizə. Peyğəmbər salavatlı bir gün Əbu Zərə dedi ki, Əbu Zərə, məni moizə elə. Dedi, ya Peyğəmbər, biz sənə qulaq asılıq, biz səndən dinləyirik. Necə yəni mənim moizə elə? Dedi, bəli, mənim də eşitməyə ehtiyacım var. Mən də eşitməyə ehtiyacım var. Həqiqətən bu cürdə, bizim hamımızın zamanla ehtiyacı var. Nə qədər alim də olsan, tələbə də olsan, müəllim də olsan, valideyn də olsan, ustad da olsan, kim olursansa ol, sənin də eşitməyə ehtiyacın var. O eşitmək ki, bizim qəlbimizi müalicə eləsin. Adam var, görsən, bir moizəyə qulaq asır, deyir, çox qəlbimə yaxıldı bu moizə. Qəlbimi elə bir diriltdi. Elə bir ki, həyata baxışımı dəyişdi. Bu ilkin mərhələdə, bu tam müalicə deyil. Görsən, bir nəfərin xütbəsinə qulaq, adam var xütbəyə qulaq asır, öz istəkləri naminə qulaq asır. Məsələn, bunun ürəyindən xəbər verən bir hadisəni danışır filan kəs. Bu bir şeyi istəyir, məsəl üçün.
Kimsə onun istəyini dilə gətirir, ona xoş gəlir qulaq asır. Yox, bu cür qulaq asmaq yox. Bu cür moizə olsa qəlbimiz dirilməyəcək. Biz bu simpatiya kimi baxacağıq ki, əksərən də təəssüf bəzən bu cürdür. Ki, bəzən bizim inansızca, mən deməzdim bəzən, çox vaxt deyərdim, bəlkə də məndən küçük incəyəcəksin, bəlkə də məni yanlış anlayacaqsın. Amma gəlin etiraf edək, gəlin qəbul edək ki, biz moizələrə simpatiya kimi qulaq asırıq. Həmənin filan ruhani simpatiyam var, onun danışığı, diksiyası, ləhcəsi məni ləzzət eləyir. Onun şirin danışığı, aramlığı, səbirlə söhbət eləməsi, bir ruhaninin ilahiyyəti mənə xoş gəlir. İnandığım ki, sən onu dinləmirsən, simpatiyan var sadəcə olaraq. Sənin ürəyindən keçən bəzi sözlər var ki, onun dilindən çıxdığına görə səni ləzzət edir, yağ kimi yayılır. Adam sevdiyi bir yeməyin qoxusu gəlir, bəh, bəh, bəh deyir ha. Amma ola bilər ki, o yemək kimsə sevməsin. Amma elə yemək də var ki, hamı üçün lazımdır. Hamı onu yeməlidir, məsəl üçün. Hamıya münasibdir, hamıya uyğundur. Düz. Mən bilmirəm fikrimi əzlət çatdıra bilirəm yoxsa. Hərdən siz də mənə kömək. Elə bilirəm mən öz-özümə danışıram, dəli kimi danışıram. Bilirəm, hörmət edib qulaq asırsam, amma hərdən bir siz də bir fikir yazın ki, bilən fikir aydın olmaz, biz təzədən izah eləyək. Bəlkə bir çətin bir məsələ var bu da. Yəni, moizəyə çalışaqın ki, simpatiya kimi qulaq asmayaq. Ay Allah, filan kəs müəllim nə qəşəng danışır. Ay Allah, filan ruhani elə bir... Sən onu sənə uyğun olduğu üçün qulaq asana görə. Elə bilirsiniz, statusları ruhanilər qoyursunuz ha. Elə bilirsiniz ki, siz o bəzi adamlar qoyurlar ha. Elə əksər adamlar. Onu cəmaat üçün qoyurlar, yox, özü üçün qoyur əslində onu. Çünki ona orada ləzzət edən bir söz var. Onun ürəyindən keçən bir şey var, filan kəs onu səsləndirdiyinə görə o statusa qoyubdur. Statusu görüb elə bir şey qoyar ki, ona sərf eləməz. Heç görmürsünüz? Hicab bağlamayan hicabdan bir status qoysun. Görməzsiniz. Görməzsiniz. Heç görmürsünüz, naməhrəm, məhrəm məsələn əməl eləməyən bir gənc dindardır, amma qızın əlindən tutur, boynuna sarılır. Heç görmürsünüz, naməhrəmlə bağlı bir xütbə paylaşsın. Paylaşmaz. Heç paylaşmaz. Çünki qəlb ölübdür. Qəlb ölüb. Qəlb simpatiya kimi qulaq asır. Bəh, 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 gör nə dedi, gör filan kəs hacı nə dedi, nə qəşəkdir amma. Hətta bunu paylaşırdı. Altdan da yazır, qoy qohumlarım qulaq assınlar, bilin filan kəslər qulaq assınlar. Çünki özünə sərf eləyən kimi danışır. O düşüncə ilə paylaşır bunu. Bax, bəzi dindar qardaşbazlarımız bu cürdür. Ona görə cəmiyyətin islahı yolunda, marifi yolunda mühüm addımlar atıla bilmir. Mühüm addımlar atılmır. Bu sənə inkişaf da verməyəcək ha. Bu sənə inkişaf da verməyəcək. Elə sən elə sıradan bir namaz qılan kimi olacaqsan, bir mənəvi inkişafın da olmayacaq, elm dalınca qaçmayacaqsan, elm öyrənməyəcəksən. Heç görmürsünüz bir nəfər dindar sonradan gəlsin ali məktəb oxusun. Çox az görərsiniz. Çox az. Heç görmürsünüz bir nəfər ərə getsin, üzrsən ailə qursun və evlənsin. O deyəcəm, pis çıxacaq, lordildə, arvada su geçin üstü oxusun. Görməzsiniz. Az görürsünüz belə hallar. Mümkün deyil. Çünki adamlar həyatını simpatiya üzərində qururlar. Simpatiya üzərində qururlar. Və nəticədə zövqlər pozulur. Saxta layıqlar əmələ gəlir, saxta baxışlar əmələ gəlir, saxta izləmələr əmələ gəlir. Və cəmiyyətə də bu işləri nümunə kimi təqdim edirlər. Deyirlər, mən pis insan olsaydım, mən o qədər baxış olmazdı ki. Mənim səsim pis olsaydı, mən o qədər adam dinləməzdi ki. Bilmirəm, mən sözümü çatdıra bilirəm, yoxsa yox. Bu qəlbin halları çox bərbad olur. Qəlb belə bir şey deyil ki, biz onu bərbad edir. Siz bilirsiniz, qəlb nə qədər gözəl bir varlıqdır. Bir bilsək. Moizə deyəndə birisi söhbət hansı moizədən gedir, deyir, moizə ilə diril. Söhbət o moizədən getmir, sənə tərif desinlər, sənin ürəyincə olan bir şey paylaşsınlar, sən də bunu çəkəsən. Görmürsünüz, əksər adamlar çəkirlər telefona. Heç görmürsünüz, sərf eləməyən bir şey çəksin kimsə video görməz. Bir konsertdə, bir teatrda, bir kinoda, bir tamaşada, bir məsciddə, bir ziyarətdə görürsünüz.
Adamlar çəkirlər, selfilər, videolar. Əksər yerində özləri var. İndi deyəcəklər, Amil müəllim yenə başladı. Vallahi mən başlamamışam. Mən qəlbin dirilməsindən danışmaq istəyirəm. Gəl açıq etiraf edək də. Hamımız şəkil paylaşırıq. Video paylaşırıq, düz. O 100 dənə, 10 dənə video paylaşsan, 8-də mütləq sən varsan. Arxan düşüb, arxada o ziyarətgah var, ha. Heç bunu çəkib belə paylaşan görmürsünüz. Bura falandı, bura falandı, bura falandı. Biz falan yerdə oldu, burada falan hadisələr baş veribdi. Heç görmürsən kimsə mikrofonun arxasından danışsın. Xeyr, hamı mikrofonun önündən danışacaqdır. İncə tellər toxunuşsa Amil müəllim. Hə, düzdür. Niyə idi? Ziyarətə gəlib çəkə çəkdirməyək. Selfie eləməyək. Olar, niyə olmur ki? O da lazımdır. O da bir təsiri var. O da bir mənəvi mövqidir. Təsiri var. Amma bu hədəf deyil. Bildiniz nə demək istədim? Bu hədəf deyil. Yəni ziyarətlərdə şəkil çəkdirmək, video çəkdirmək hədəf deyil. Hədəf o getdiyin yerin amalını çatdırma. Mən niyə gəldim bu Ərbəyən mərasimini? Mən bu həccə niyə getdim? Mən niyə getdim şəhidlər xiyabanını ziyarət elədim? 1-ci Qarabağ şəhidlərini, 2-ci Qarabağ şəhidlərini, ruhları şad olsun, oxudu. Mən niyə getdim axı? Niyə? Bunun amalını izah eləmək lazımdır. Bunu çatdırmaq lazımdır. Mühüm olan məsələ budur. Qəlbin halları birinci budur. Yəni məni moizə elə, dirilt. Yəni ağıl damcılar düşməlidir o qəlbin içərisinə. Başa düşürsünüz? Ağıl damcılar düşməlidir. Ağıl. Mən hərdən deyirəm ki, qəlb qadındır, ağıl kişidir. Əlbəttə, bəlkə də mənim bu izahım yanlışdır, ha. Amma bu səbəbini deyim sizə, nə üçün böyle deyirəm? Baxın, evdə də, ailədə, yoxsa idarə kişidir. İdarəçi, rəhbəri kişidir, mənəvi rəhbər qadındır. Anadır. İşi görən kişidir, təravət verən qadındır. O gülü sulayan, əkən kişidir, yerini dibini belləyən kişidir. O çiçək açan qadındır. O çiçək açan qadındır. Və belə bir Gülüstanın da meyvəsi övladlardır. Rəhbər yaxşı işini yerinə yetirsə, işini yaxşı görsə, qəlb də gözəllik saçacaq, nur saçacaq və bu əməldən, bu təravətdən gözəl meyvə, gözəl övlad dünyaya gələcək, əməl salih. Bundan başqa mən izah verə bilmədim bu dərsə. Ağlın damcıları düşməlidir, ağlın suyu dəyməlidir qəlbə. Yəni bu qəlbi öz başına buraxmaq olmaz. Olmaz. Çünki qəlb elastikdir. Qadın elastik varlıqdır. Kişi məntiqi varlıqdır. Bu birinci məsələ. İkinci məsələ. Qəlbi zöhdlə öldür, sakitləşdir. Ələslam, sakitləşdir qəlbi. Zöhddən öldür. Necədir o söz? Üzr istəyirəm. Bu cür idi. Və əmidhu, mit, yəni öldür. İndi ərəb dili oxuyan əziz tələbələr bilirlər. Movt, ərəb dilində öldürmək mənasındadır. Öldürmək deməkdir mənası. Movt. Deyir, huda bu da şəkilçidir, onu öldür. Yəni qəlbi öldür. Qəlbi niyə öldürürəm ki? Amil müəllim bayaq dediniz, qəlbi dirilir. Yox, bu ölmək o ölməkdən deyil. Deyir ki, və əmidhu biz-zühd. Zöhddən öldür, deyir onu. Yəni nə? Sevinəndə, yəni bir uğur əldə edəndə sevinmə, bir uğursuzluq, əldən bir şey çıxanda məyus olma. O bizə bir dənə, loru bir dənə sizə misal deyim. Hərdən deyirdilər, onun bu yanında yemək yeməyin, çörək yeməyin. Ola bilər kimsə acdır. Məsələn, deyirlər, cəmaatın gözü qabağında yemək yemə.
Məsəl üçün, yaxını itirən şəxsin yasına deyirlər, ət xörəyindən qaç. Deyirlər ki, yasın bəzi müstəhab əməlləri var da, gözü qarşısında məsəl üçün, bəzi bəyənilməyən işləri var. Məsələn, övladı olmayanın qarşısında çox övladını qucağa alma. Bəli, övladı qucaq almaq gözəldir, öpmək, övladla oynamaq qəşəngdir, ha? Savabı da var, öpmək deyəsən. Amma deyir, bunu övladı olmayanın yanında eləmə. Evi olmayanın yanında, kirədə qalanın yanında belə evim var, evimə falan şey aldım, qızlar, ay qız bilirsən mən nə aldım, o gün getdim bir dənə pərdə aldım, nə qəşəng pərdədir, nə bir dənə listur aldım evə, içində flash kartda var, mahnı oxuyur. Buna evi olmayan yanında bu sözləri demə. Yəni, əldə olanlarla sevinmə. Əldən çıxanlarda məyus olma. Bəzi adamlar var, əldən çıxanda da az qala küfr eləsinlər. Əş nə deyə falan, nə qədər bir adamlar var, Əş namaz qıldım, heç nə olmadı. Oruç tutdum, heç nə olmadı. Əş nəm, Allaha qurum, Allah var, Allah ilə zalimin Allahıdır, nə bilim, Allah nə bilim falan kəsin Allahıdır. Əş nə Allah, sən də gördüm də falan, bu qədər bilim falan falan. İnsanla diqqətləmişsiniz. Kimin işi qutaranda, kimin sözü qutaranda, kimin danışmağa bir şey olmayanda din mövzusunu ortadacaq. Görəcəksiniz, dindən adamla danışırlar ki, adamlar tənə vururlar ki, adamın sahəsi bu deyilik. Adamın sahəsi bu deyil. O boyda hansısa bir akademikdir, alimdir, tibb sahəsində bir məlumatı olmayan bir əczaçıya həyatını həvalə edib dərman istəyir ondan. Bir dəfə demir ki, qızım, bu dərman təsir qoyacaq, qoymayacaq. Necə bir dərmandır? O sözün olmadı. Adam akademikdir, adam alimdir, professordur. Gəlir, heç ali təhsil olmayan bir əczaçı aptekdən gəlib bir dərman alır. Heç bir dəfə demirik, necə olacaq, filan şey olacaq. Həkim deyib, yaz, alacaq. Daha soyğun sual eləmir. Həkim, niyə alıram bunu? Nə üçün alın bunu? Niyə səhər içməliyəm bu dərmanı, bir də axşam içməliyəm? Niyə bu dərman gündə bir dəfədir? Niyə ac qarnadır? Duxun nədir deyəsən? Duxumuz nədir deyək bu sözü bizuna? Nə deyib əməlləməliyik? Amma məsələ İslama gələndə, məsələ Əhl-i Beytə gələndə, nədənsə hamı fəqih olmaq istəyir? Yox, falan ki, budur. Bir deyir, mən aç göstər, görüm Quranda hicab ayəsi var. Bir deyir, aç görüm Quranda nə bilim namaz şeyi var. Bir deyir, aç görüm Quranda qəbirlərin ziyarəti var. Bir deyir, aç görüm falan ziyarətə getmə həc var. Bir deyir, aç görüm falan saqqal var. Nə qədər belə hadisələrin biz şahid oluruq. Mən bir dənə söz deyimsə, buna səbəbkarı bizik. Düzgün çatdırmamışıq. Öyrəndiklərimizi ruhiyyəmizdə hiss elətdirə bilməmişik. Çox sadə, bu qədər net. Bu ikinci məsələ. Üçüncü, وَقَوْوِحِ بِالْيَقِينِ Qəlbi yəqinliklə gücləndir. Yəqinliklə. Bugün mənə əzizlərdən biri sual vermişdi ki, deyəsən, Emin adlı bir qardaşımız idi. Çox gözəl qardaşdır. Öz üzərində çalışan bir qardaşdır. Biraz zəhmətkeş oğlandır. Fədakarlığı da var. Sadə bir insandır. Allah imanını kamilləsin. Elə o gün bir sual verdi. Açığı vaxtı olmadı sual cavab verməyə. Elə bugün qəfildən ağlımdan keçdi sualın cavabı. Elə söhbət əsnasında telefonda. Dedi, bəs möminlər axı, möminlər əgər deyir, bu möminlərə gəlib şəfa verər. Əhl-i Beyt əleyhissalam. Axı mömin də iman gətirib də amil məlum. Şəfa niyə versin ki? Dedim, bəyəm iman gətirmək müsəlman deməkdir. Mömin deməkdir. Mömin nədir ki? Mömin iman gətirmək deməkdir. Hamı iman gətirib. Get küçüdə istənilən adama soruş, deyəcək Allaha qurban olun. İçki sənə deyir, Allah xoşbəxt eləsin. Hicab bağlamayan bir anamız da, bacımız da deyir, Allah var, Allaha qurban olun. Adam məhərrəm ayını toy eləmir, məsəl üçün. Və başqa. Yəni, iman gətirmək işin finişi deyil ki. İman gətirdi, iş bitdi. Yox. İmandan üstün dərəcə var. Təqva. Sən də iman gətirmişsən, mən də iman gətirmişəm.
Sənlə mənim imanda fərqi var? Bəli, fərq var. Hansımız təqva? Məsələn, mən gedirəm deyək ki, içki məclisinə. Mən gedirəm bir haram məclisdə iştirak edirəm və bir ədəb söz danışıram. Evdə əsəbləşəndə ağzıma kobud söyüş çıxır, üzr istəyirəm. Amma sən bunu eləmirsən. Sənin imanın məndən güclüdür. Mənası budur ki, sən təqvalısan. Deməli, təqva imandan üstündür. Bir dəstə insanlar da var. Həm iman gətiriblər, həm təqvalıdırlar, həm də adam əminliklə sabit qədəmdir bu yolda. Əmin, yəni bunu döndərmək çox çətin məsələdir. Bir dənəsi də var, fənadır. Yəqinliyin yox. Fənadır artıq bu adam. Adamın vücudu, ruhu, danışığı, münasibəti, onun səsini eşidəndə, onunla görüşəndə, onunla yazışanda, danışanda, münasibət quranda, qardaş kimi, dost kimi, bacı kimi, müəllim kimi, tələbə kimi, qohum kimi, bir ruhani kimi, hər kim kimi olsa, adam Allah'ı xatırlayır. Buna deyirlər fənafillah. Əleyhisselam deyir ki, nə deyir? Deyir, qəlbini yəqinliklə gücləndir. Və qəvvi bil yəqin. Qəlbi yəqinliklə gücləndir. Bir dənəsi qaldı, ona deyim inşallah. O da bu ki, və nəvvirhu bil hikmə. Yəni nə? Qəlbi hikmətlə işıqlandır. Hikmətlə nurlandır. Yəni, hikmət hər şey olduğu kimi görmək bacarığıdır. Hikmət hər şeyi olduğu kimi görmək bacarığıdır. Yaxşı, niyə nurlandırsın? İşıqlandırsın. Nurlandırsın odur ki, yəni haqqı batildən ayıra bilir. Məsəl üçün, sən də namaz qılırsan, yanındakı adam da namaz qılır. Çıxmışsınız şəhərə, çıxmışsınız küçəyə, ikiniz də namaz qılansınız. Bir dənə hadisə görürsünüz yolda. Bir dənə hadisə görürsünüz yolda. Deyirsən, buna baxayıq. Bu falan kəs söylüyor, bu, oyda buna qarır bunun yanında. Tez ön yargılı olur və nəticə etibarilə həqiqətə görə bilmir, yanındakı qız və ya oğlan deyir ki, ay qardaş, ay bacı, bir dayan elə dayan. Sən nə bilirsən ki, nədir onun yanında? Niyə onun yanındadır? Nə bilirsən ki, o xanım bu kişinin yanına işlə məşğuldur? Bir soruşdun, öyrəndin. Hə, deməli, onun hikməti anladı. Yəni, mən bir şey görəndə hisslə qapılmalı deyiləm. Və sonradan məlum olur ki, sən demə, o adam, xanım, bu qardaşdan bunun yükünə kömək eləmək, pilləkəndən düşməyə kömək istəyibmiş və ya deyibmiş, mənim övladımın kalyaskasını düşürdə bilərsinizmi? Və ya, qardaş, mənim yerimə kart vura bilərsinizmi? Və ya, məsəl üçün, mənim telefonumda internet bağlıdır, bir dənə, məsələn, megabaytı aça bilərsinizmi? Məlum oldu ki, səhv düşünüb deməli, digər. Amma ikisi də namaz qılan idi, ikisi də iman, ikisi də mümin idi. Amma biri hikməti ilə qəlbi nurlandıra bildi, biri yox. Bilmirəm, bunu da sizə aydın çatdıra bildim yoxsa, bu da aydındır yoxsa, siz Allah aydın olmazsa mənə deyin, narahat olmayın, çəkinməyin. Mən bunu bacara bilsəm deyəcəm sizə, izahını. Deməli, budan nə aydın oldu bizə, nə başa düşdük budan biz? Qəlbin halları var. Bu bizim birinci mövzumuzdur. Bunun ikinci bəhsi də var inşallah. Qəlbin halları var. 4 halda qəlb müalicə olunmalıdır. Necə ki, həkim pasiyenti 3 kurs, 4 kurs müalicə edir. Qızım, oğul, ay anam, ay bacım, ay qardaş, ayaq saqqal, ayaq bir anamız. Sən 3 kurs müalicə olunmasına, bax, sistemləri astıra, iynənin vaxtında vurdur. Düzdür, iynə yandıracaq, sistem acı olacaq, amma narahat olma. 3 kursun müalicə sonra gələrsən mən yanıma. Həkim xəstəyə demir sabahcan. Deyir, get falan işləri gör. Ayın sonu gəlsə, bir də səni müayinə eləyərik. Görə bu 2 kursu müalicənin axırı nə oldu? Deməli, 1 kursu olmur, 2 kursu olmur. Bəzən kurslarla, illərlə insan müalicə oluna bilir. Deməli, buradan biz nə anladıq? Bu dərsimizdən nə başa düşdük? 1. Əleyhisselam ki, daha qəlbimi moizələndirir. Bunun mənası budur ki, moizə həmin o qəlbi suluyur, dirildir. Zöhd, ətrafındakı alaq otları, yabanı otları təmizləyir, yəni nəfsi ram eləyir. Yəqin, köklərin torpağını bərkidir, gücləndirir. Və hikmət günəş kimi ona işıq verir ki, meyvə gətirsin, nurlandırsın. Allah'ın öz izzət cəlalına Allah bizə qəlbimizi nurani,
əməllərimizi salih bəndələrdən qərar versin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və əccil ərəcəhum.